Nə qədər insanlar var. Deyirlər ki, namaz qılanlar haqqında, ibadət edənlər haqqında. Deyir ki, mən bilsən o qədər namaz qılıb pis işlər edən insanlar görmüşəm ki, məsələn, namaz qılmaq istəmirəm ona görə. Onlara deyilir ki, sən varlı olub pis işlər görənləri görmədinmi? Onda puldan üz döndər. Deyirəm, heç vaxt pul qazanmayacaq. Çünki pul varlı olub o qədər pis iş görən insanlar var ki. Niyə bunu eləmirsən? Yaxşı, biz o qədər görmüş ki, evlənib ailəsinə xəyanət edən, evlənib ailəsi onlara xəyanət edən və ailəsində Allah qorusun nələr baş verən insan. Deyirəm, mən evlənməyəcəm. Çünki o qədər evlənib bu hala düşənlər görmüşəm. Deyirəm, yiyib o qədər problemə düşən yemək yeməyəcəm. Yəni, bunun axırı yoxdur məsələn. Namaz qılıb pis iş görən də olacaq. Namaz qılıb doğru yolda olan da olacaq. Hər cür insan olacaq. Yəni, bunu gətirmək bu, yəni, ağla uyğun bir şey deyil. Yəni, məntiqə uyğun bir, yəni, dəlil deyil. Biz onlara məntiqi yanaşacaq. Çünki əgər Quran sünnə ilə yanaşsalar, yəni, rahat olacaq məsələ. Eləcə də ona görə hidayət yolu çox asandır. Parçalanmanın qarşısını almaq üçün nə demək lazım? Sahabə kimi ol, sahabə kimi başa düş. Və salam. Bax, onların əsərlərini də Allah qoruyur kitablarla. Böyük kitablar var, onların hətta Quran ayələrinin təfsirləri haqqında. Hətta bəzi alimlər deyir ki, bilirsiniz, bax, burada təfsir haqqında fayda var. Və təfsir elmi 4 növdür. Birincisi, Quranı Quranla təfsir. İkincisi, Quranı Peyğəmbər sallallahu aleyhi və səlləm hədisləri ilə, sünnə ilə təfsir. Üçüncüsü, Quranı sahabə tabiin əsərlə təfsir. Sahabələr və tabiinlərin sözləri ilə təfsir. Dördüncüsü, Quranı ərəb dili ilə təfsir.